etməlisiniz. Ən azından bura gəlib bitirdiyiniz vaxtınıza yetiriniz gəlsin. Deyim, hər kəsdə nəsə bir şey öyrənmək olur. Biz lider olaraq təlimlərə, hər çıxış eləyənə, hər kəsə niyə deməyik? Artıq qazanmışıq da dinləməyik. Amma hər kəsdən öyrəndiyimiz nələrsə bir şeylər olur. İləri getmək üçün. Və sizdən xahiş edirəm. Səhnədə çıxış edənləri dinləyin ki, nələrsə bir şeylər götürün də, evə gedəndə boş-boş getdir, orada səhnədə qulaq asdır, söhbət elədim, gəldim olmasın. Təşəkkür edirəm. Və özümü yenidən təqdim edeyim. Mən Ahmadova Rəqsanə, 39 yaşım var, 2 övlad anasıyam. Həm anası, həm atasıyam. Və 10 ildir övladlarımın və özümün tələbatlarının hər birini sırf arifləyin qazanışı qoyuyorum. Başqa heç bir yerdə işləmirəm. Təzəkkərlikdən uzaq olsa da özümü bu biznesdə uğurlu lideri hesab edirəm. Bəs necə oldu ki, heç bir şey olmayan sıradan bir Eldar xanım, mən bugün lider oldum. Bunu necə bacardım? Niyə özümü uğurlu lider hesab edirəm? Bunu öz qazancım, öz dərəcələrimə görə yox. Komandaları qazanan insanların dərəcəsinə görə bunu deyirəm. Yəni qazandırdığım, yetişdirdiyim liderlərə görə bunu deyirəm. Bugün də sizinlə uğurumun sirlərinin bir neçəsini bölüşmək istəyirəm. Biz bilirik ki, komandamıza bir çox insanlar gəlir, dəvətlərimiz çox olur. Bəs gələn hər kəs liderimi, hər kəs mənim zaman itirməyə dəyər. Necə seçə bilərik ki, kim liderdir, kimlə davam edək, kimə əmək sərf edək? Bunun təbii ki, düstur yoxdur, bir seçə bilmərik. Ancaq ortaq cəhətləri var ki, bunları sizə çatdırmaq istəyərəm ki, gələcəkdə komandamıza gələn insanlar da bu cəhəti görəndə ondan möhkəm yapışar. İlk öncə aktivlik. Əgər yeni gələn insan, bizim hər birimizin özümüzün qruplarımız var. Qruplarda aktivdirsə, sual verirsə, maraqlanırsa dəvətlər haqqında, qazanışlar haqqında falan, bu arada onun bir nişanəsidir, bir işarədir ki, bu insanda nəsə var. Daha sonra məsuliyyət. Biz ona xırda tapşırıqlar veririk. Əgər bəhanələr gətirirsə, etməmək üçün əlindən gələn edirsə, demək o lider deyil. Bizə səbəb lazımdır. Burada çalışmaq üçün səbəb. Sonra söz dinləyən lider olmalıdır. Bu çox önemlidir bizim biznesimizdə. Biz dediyimiz kimi biləbir etməlidir. Bu zaman o insanlar bunu hiss etdirmirik ki, sənin fikirlərin bizə maraqsızdır, sən bacarmırsan, sən edə bilməsən, xeyr. Sadəcə ona vurğulayırıq ki, biz bu yola gələnə qədər bəzi səhvlər etmişik, indi sənə səhv etmədən bu yolu davam etmək üçün deyirik, bizi dinlə. Sən öz fikirlərini saxla, mən nə deyirəm onu deyim. Və bizim biznesdə mənim üçün çox önəmli olan, düşünürəm hər kəs üçün mən olar, əl çatan olmalıdır. Əgər bir insanı yetişdirirəmsə, onu da artıq əmək sərf edirəmsə, ona yazdığım məsələmizə saatlarla, günlərlə geri dönüş etmirsə, digər nüansların olmağı vacib deyil. Bu artıq mənə belədirsə, təbii ki, öz əməkdaşlarına da belə olacaq və bu bizim biznesimizdə yol verilməzdir. Əl çatan olmalıdır. Və bir şey də vurğulayım ki, öz təcrübəmdə bunu görmüşəm ki, bəzi liderlər biraz qalxdıqdan sonra müəyyən bir dərəcə, burada qızıl direktor dərəcəsində belə görmüşəm ki, müəyyən bir dərəcəyə qalxdıqdan sonra əl çatan olur. Aşağı dərəcədə mənə yazmasın. Onlar özü sponsor, üst sponsoruna yazsın, mənim narahat etsin, bu yanlışdır. Çünki dərinlikdə olan kimin hansı potensialda olduğunu bilə bilmirik. Biz onun ünsiyyətdə olmalıyıq. Və yeni gələn insan sadəcə bir işə qoşulurdur. Bəzən satış üçün gəlirlər, biz biznes üçün gəlmirlər. Və onlar bizi tanımır ki, onlar bilmir ki, haradadır. Onlar bizi tanımalıdır, biznesi tanımalıdır. Əgər potensial varsa, yüksəldikdən sonra zaten bizi tanıyacaq, zaten bu biznesdə kimin hansı dərəcədə olduğunu biləcək. Buna görə əl çatan olmaq lazımdır. Sonunda yeni başlayan liderliyə namizədlər üçün məsləhət verərdim ki, daimi olaraq öyrənin, öz üzərinizdə işləyin ki, əməkdaşlarınız kimdən söyləməyə can atmasın, sizinlə qürur duysun, hər bir şeyi sizdən öyrənsin. Və təbii ki, öyrəndiyinizi öyrənin. Çox bir şey öyrənə bilərsiniz. Hər şeydən bazarınız olur, amma ötürə bilmirsinizsə, bu hələ tam liderlik deyil, ötürün. Və çox önemlidir ki, üst sponsorunuza hörmət edin. Onu, necə deyim, həmişə ona hörmətlə yanaşın, sözünü dinləyin ki, yetişdiyimiz liderlərdə sizə eynilə o cürün olsun. Təşəkkür edirəm komandama, onları sevirəm, qürur duyuram. Sponsorum Afaq xanım, Elnur müəllim, nə yaxşı skriptim, nə yaxşı siz və müdiriyyət heyətimiz. Çox sağ olun, minnətdarım.